OTK sınaq imtahanına salınmış növbəti sualın izahına baxırıq. Burada deyir ki, AB-yə paraleldir və alfa, beta, qamma bucaqların nisbətləri verilib. Ümumiyyətlə, harada görürüz ki, nisbət var, bu nisbətlərin yanına hər hansısa bir hərf yazın. Məsələn, x yazaq. Deməli, belə çıxır, alfa 5x imiş, beta 4x imiş, qamma 6x imiş. Və bu şəkildə biz belə bir düstur var. Hansı ki, bu düsturu xatırlayaq. 3 dənə bu bucağı toplasaq 360 dərəcə bərabər olacaq. Təbii ki, başqa üsullar da var, başqa yol da var, amma ən tez üsulu budur. Alfa, beta, qamma bərabərdir 360 dərəcə yazaq, həll eləyək. 5x üstəgəl 4x üstəgəl 6x bərabər 360 dərəcə. 15x bərabər 360 dərəcə. X bərabər 360-ı 15-ə bölək. 24 dərəcə. X 24-dürsə bizdən qammanı istəyirlər. Yəni 6x istəyirlər. 6-nı da vuracam 24-ə. Düzgün cavab olacaq 144 dərəcə.